hər birinizə minnətdarlığımı bildirirəm ki, belə yol əziyyət çəkib gəlmisiniz. Başda prezidentimiz olmaq şərtilə Allah hamısına ömür versin. Şəhidlərimizi ruhu şad olsun. Şəhidlərin demək olar ki, sayəsində biz gəlib öz torpaqlarımızda qəbirlərimizi ziyarət edirik. Mənim əmimdir Bahadır Həziyev. Bizim onun idmanı, qüvvətli idmanı Bahadırla bağlıdır. Yetişdirmələri Sadiqdir, Əliyar müəllim rəhmətli milli qəhrəman, Salmanov Çingizdir, Elbrus müəllimdir, Qayalı Elbrus müəllimdir, Molludan Misir müəllimdir. Qüvvətli idmanı Bahadırla bağlıydı, Bahadır əmimlə bağlıydı. O cümlədən də Həzi oğlu, Bahadırov oğlu, Səlim Həziyev oğlu, may ayının birində əmmin 100 illiyi ilə bağlı Allah Malik müəllimin ömrünü uzun eləsin, canını sağ eləsin. O cümlədən kollektivin bir yerdə bu nətər deyərlər, bu tədbiri yaradıb, həsəyə gətirib. Bu qədər. Allah hər birinizə ömür versin. Çox sağ olun, əziyyət çəkmisiniz. Günləri atamın 100 illik yubileyidir. Atam elə insandır ki, o özündən sonra böyük bir iz qoyub gedib. Öz xalqı üçün, millət üçün çalışıb, vətəninin evlatlarını idman sevgisi ilə böyüdü. Onların vətənə olan sevgisi 2-ci Qarabağ müharibəsində, 1-ci Qarabağ müharibəsində də özünü göstərdi. Həmin o idmançı yetirmələr silaha sarılıb vətənin dar günündə vətəni qorudular, vətən uğrunda canlarından keçdilər. Atam heç vaxt öz evlatları ilə belə deyək də digər uşaqlara fərq qoymayıbdı. Onların hamısını eyni cür yetişdirir. Bizdə Əliyar Əliyev də, Həzi də həmişə yanaşı olublar, xasiyyətcə də, xaraktercə də və onların uğurlarına biz həmişə sevinmişik. Eyni zamanda belə deyək də 100 il ərzində əgər atam unudulmayıbsa, hələ də onun adını yad eləyiriksə, demək ki, bu həyatda iz qoyubdur. Onun evlatları da, onun yetirdiyi idmançılar da bu izi uğurla, şərəflə davam elətdirirlər. Siz də atamı yada saldığınız üçün, eyni zamanda onun yubileyini yüksək səviyyədə təşkil elədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Başda icra hakimiyyəti, Malik müəllim olmaqla hər bir əməkdaşınıza təşəkkür edirik. Arzu edirəm ki, bu yol, bu idman məktəbi uğurla davam etdirilsin. İnşallah Qubadlıda elə atamın adına böyük bir idman məktəbi bərpa olunsun, tikilsin və o ənənə davam eləsin. Gələcək nəsillər yenə vətənpərvərlik ruhunda yetişdirilsinlər. Allah hamımızın ölənlərdən rəhmət eləsin. Cəm ölənlərimizin hamısına Allah rəhmət eləsin. Təşəkkür edirəm bu təşkil edən təşkilatçılığı edənlərin hamısına sağ olun. Başda Malik müəllim olmaqla Allah hamımızın ömrünü uzun eləsin. Canınızı sağ eləsin qardaş. Həmişə elimizdə, obamızda olaq. Həmişə elimizdə, obamızda ocaqlarımız yansın. Sağ olun, çox sağ olun.
torpaq uğrunda olan varsa vətəndir. Bizdə Əliyar Əliyev müharibənin ilk günlərindən idmançı gəncləri də başına yığıb vətənin müdafiəsinə qalxdı. O zanından keçdi, amma vətənindən keçmədi. Demək olar ki, ermənilərə qan uddururdu. Hətta Laçını belə işğaldan azad eləmişdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Əliyar Əliyev də başda olmaqla. Bu günlərin doğma vətəndə toplaşmamızın səbəbi mərhum xalq pəhlivanı Bahadır Həziyevin 100 ili ilə bağlı bir tədbiridir. Azərbaycanda xalq pəhlivanları, güləşin ənənəsini qoyan o kişilər olubdur. Sari Süleyman olub, Rəşid Yusifov, Bahadır Həziyev də o pəhlivanlardan idi ki, öz elinə, obasına Yunan-Roma güləşini, öz idman gətirmişdi. İdmanın təməlini Bahadır Həziyev qoymuşdu. Öz yaşadığı evdə birinci mərtəbənin güləş salı edib, Qubadlı gənclərinin, Qubadlı cavanlarının ixtiyarına verilmişdi. Bu günlərim Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Azərbaycan güləşində Qubadlı komandasının iştirakı günlərim Azərbaycan güləşin təmsil edirlər. Bu günlə bunun təməlini qoyan Bahadır Həziyev olubdur. Allah rəhmət eləsin və bu tədbiri təşkil elədiyinizə görə bura yığışmaqda sizə də minnətdarlığımı bildirirəm. Ailəmiz adından, əsl kökümüz adından. Çox sağ olun. Mən ata sifəti görməmişəm. Həziyev Bahadırın qardaşı olayan məni Bahadır saxlayıb, əmim saxlayıb. Bu evdə böyümüşəm, mən də bu evdə böyümüşəm. Bu bizim pləkanımızdır, ikinci mərtəbəyə çıxandır. Kodumuz oradandır, qabaq Şüşəbəndidir. Bu boydan boy Şüşəbəndidir. Aşağıda, yuxarıda Şüşəbəndidir. Oradan 2 dənə qapı vardı. Bu iki qardaşın evi olub. 56-da, 57-də tikilən binadır. Mənim atam 61-də rəhmətə gedib. 61-də birinci mərtəbəsi tikildi, ikinci mərtəbəsi tikilməmişdi.
Bunun aşağıdan oradan o bir tərəfdən xod vardı. Aşağı birinci mərtəbə boy görürsünüz, pəncərələri görükür. Ora idman zalı idi. Yuxarısı da boya boy 12 metr uzunluğunda 4 metr enində qonaq otağı idi. Əmin öz otağı bax, kəllə otaq deyirdik. Bax, əmin otağı buydu. Bizim demək olar ki, 3 qardaş bizi deyik. Əmində də 12 övladı vardı. 9-10 oğlu vardı, 2 dənə də qızı vardı. Bir yerdə böyümüşük. Düz 73-ə qədər. 73-də bizim evimiz, əmin bizə ev tikdi arxadan. Çıxanda göstərərəm. Ora bizim evdir. Mənim öz evimdə. Belə sizin bayaq maşını keçəndə yuxarıdakı ev mənim öz evimdir. Biz burada böyümüşük. Burada məsəl üçün həyətimiz hardasa bir hektar yarım həyət vardı. Bağ vardı. Biçmək üçün bir həftə yarım burada ancaq ot biçirdik. Buradan biraz aşağı yenirsən çay idi, Bərşət çayı. Yaxşı balıqlarımız olurdu burada. Yaxşı belə bağımızda hər meyvə vardı. Hər meyvədən deyirsən vardı. Hər bir meyvə. Zaldakı o birinci mərtəbə oradan xodudur. Oradan 2 dənə ştangımız vardı. Bir hardasa 16-17 dənə gir vardı. 8 kilo, 16 kilo, 24 kilo bizdə gir olmuyor. Hamısı 32 kilo gir idi. Burada turnikimiz vardı. Haşilam o tərəfə bax, dirəklərə bax. O dirək bizim çardaq olur. Çardaq. Üstü çardağı da altı hovuzudur. 12 metr uzunluğunda 4 metr enində nədir? Hovuzudur. Məşqdən sonra biz elə ki hovuzda çimirdik, məşqimizi orada güclüyümüzü keçirdirdik. İştangı bura çıxardırdıq, burada həyətdə böyük həyətimiz vardı da burada. Çox böyük həyətidir. Mən yenə də deyirəm, bu tədbiri yaradanın Allah ömrünü uzun eləsin, can sağlığı versin. Təşəkkür edirəm hər birin başdan Malik müəllim olmaq şərti ilə. Həziyev Firuz Bahadıroğlu, mən Pəhlivan Bahadırın oğluyam. Pəhlivan Bahadır 1957-ci ildə SSR xalqlarının Spartakiyadası olub. O Spartakiyada o kişi ikinci yeri tutub ağır çəkidə, güləş üzrə. Onda deyiblər, hardan istəyərsən, sən neçə hektar istəyərsən ev verərik. O kişi buranı gəlib onda götürüb, özünə ev tikdirmişdi orada. 8 otaqlı ev idi, 4 aşağıda idi, yuxarıda idi, qabağı eyvan idi. Rəhmətli kişi, evlər böyük yerlər idi, özdə ermənilər tikmişdi, ermənilərə tikdirmişdi. Birinci mərtəbəsi sport zalı idi. Sport zalda girlər var idi, kişinin 5 putluq, 4 putluq, biz 8 qardaş olmuşuq, 9 qardaş daha doğrusu, 2 bacı olmuşuq. Sonra həm oğlanlar vardı, o Səlim əmində cavan olanda rəhmətli getmişdi, 10 uşaqlar bizdən alırdı. Demək olar ki, onun sonunda uşaq var idi, 15 uşaq var idi. Allah bilə nəzər rəhmət eləsin, bir bağımız vardı. 2-3 hektar bağımız vardı, o bağda olmayan meyvə yoxdur. Ora bizim əvvəl dam evimiz orada olur, ora bizim qarajımız olur. Rəhmətli ki, çox bağsevər adam idi, təbiət sevər adam idi. İstəyir çempion olmuşdu o vaxtda o kişi. Bildiyinizə görə yəqin görmüşsünüz, sirkdə o, Bakı sirkində o kişi o vaxt pəhlivan olub, bir kişiyə deyiblər, əcəb pəhlivanlıqsan deyirlər, pəhlivanımız yox, pensiya çıxdı. O kişi gəlib, nətər deyirlər, onu 5 putluq, 4 putluq başları o kişi ondan başqa sirk. Bakıdakı sirkin elə bir həm güləş etmiş ağır çəkdə, ən ağır çəkdə, sərbəst güləşdə, klasik güləşdə, sərbəst güləşdə, normal güləşdə. Həm də baş idmanlarının idman ustasıydı. O kişi belə də güclü adam olub, qüvvətli adam olub, qeyri-adi adam olub. Onun ana babasının, anasının atası da pəhlivan olub. Üftalı kişi, Nəcafalı kişi, bunlar güclü adamlar olub. Atası da Aslan babanlar, pəhlivan olub, Həz babanlar. Qüvvətli adamlar olub. Allah bilə nəzər rəhmət eləsin hamısını. Allah bilə nəzər rəhmət eləsin. Gəlib bizim bu evi o vaxtı 1973-cü ildə Moskva televiziyası,
atmosferini çəkmişdi. Ailədə idman məktəbi, Semiyov sport şkolu. Onlar çəkmişlər. Burada neçə dənə idmançılar, idman ustaları. Bu ailədən çıxıb nə qədər idman ustaları. Məsələn, dünya çempionları var Qubadda. Balaca bir rayonun neçə dənə dünya çempionu var. Tam tanıyır da Yunan-Roma güləşində. Olimpiya mükafatçılarımız var, Avropa çempionları var. Bu ailənin öz üzvləri var. Rəhmətli Həzi, birinci SSR yığma komandasının üzvü Həzi müəllimi. 81-ci ildə Bahadır Pəhlivan var. O, həm SSR yığma komandasının üzvüydü, həm də gedib o Kubada o vaxt dünya çempionatında yer tutmuşdu. Medal gətirmişdi. Onun o bir oğlu öz Bahadır adlı oğlu var idi, ikizlərin biri. Bahadır öz SSR yığma komandasının üzvüydü. SSR çempionatında mükafat kazanmışdı. Sonra dünya Avropa çempionatlarında iştirak etmişdi, mükafat kazanmışlar. Ölənlərinizin hamısına rəhmət eləsin. Mənim balaca qardaşım var, Xəqani Həziyev. Onu hamı tanıyır. Rusiyadan güləşib. Rusiya çempionu olub. Sonra Məhəmməd Əliyev İlham var idi. O da Qubadlı güləş məktəbini yetirməsidir. Mamamov Əliyarın tələbəsi idi. O da getdi, dünya çempionu oldu. Olimpiyada yer tutdu. Afin Olimpiyadasında şimdi gümüş medal kazandı. Həzi müəllimin öz tələbəsi var, Emin Əhmədov. O da London Olimpiyadasında yer tutdu. Bu müqəddəs torpaqlara ilk dəfədir gəlirəm, lakin bura mənə heç yad hiss etdirmir. Hər zaman valideynlərimin, qohumlarımın mənə danışdıqlarına əsasən təsəvvürümdə canlanırdı. Burada mənim ulu babam Bahadır Həziyev kimi, Əliyar Əliyev kimi igidlərimiz, milli qəhrəmanlarımız və ən əsası şəhidlərimizin ruhu hər addımda duyulur. Biz bugün burada onların canı bahasına qazandıqları zəfərə görə dayanmışıq. Bizi bura kimlər göndəribsə, kimlərin sayəsində gəlmişiksə, onlara da dərin minnətdarlığımızı bildiririk. Mən düşünürəm ki, cavanlarımız da gəlməlidirlər, görməlidirlər, öz köklərini, nəsillərini, keçmişlərini, tarixlərini yad eləməlidirlər, daha dərindən dərk eləməlidirlər. Çünki bura bizim təkcə keçmişimiz və tariximiz yox, həm də gələcəyimizi formalaşdıran əsas mənəvi dəyərlərimizdən biri olacaq. Bir daha şəhidlərimizə Allahdan rəhmət diləyirəm və onların ailələrinə səbir diləyirəm. Mən Bahadırov Cəlal Həzioğlu, Qubadlı rayon Qəzən kəndindənəm. Bu evdə doğulmuşam. Gördüyünüz kimi bu evin birinci mərtəbə bu üç pəncərə güləş zalı idi. 50-ci illərdən babam bu evi tikəndən birinci güləş zalını tikib, sonra üstü özünə yaşayış tikib. Yəni, idmana bağlı insan idi. Azərbaycan milli qəhrəmanı Əliyar Əliyev, Həzi Həziyev SSR idman ustası idi. 19 dəfə Azərbaycan çempionu oldu. Bu idmançıların hamısı bu altı evdə yetişiblər. Mən kənd çıxanda, işğalda, mən 7 yaşım var idi bu kənddən çıxanda. Allah şəhidlərimizə rəhmət eləsin. Şəhid alanların əlindən öpürəm. Allah qazilərimizə can sağlığı versin. Onların sayəsində gəldik, öz yurdumuzu, evimizi gördük. Bugün bizim bir arzumuz var ki, öz doğma elimizə, obamıza 30 ildən sonra qayıdıb, burada yaşayıb, təzədən babamızın qoyduğu o ənənəni davam elətdirmək. Yəni bu yurtda yaşayaq, yenə də Azərbaycan güləşinə, Azərbaycan idmanına nə gücümüz varsa xidmət eləyək. Mən fürsətdən istifadə edib bizim bu Bahadır Həziyevin, Bahadır Pəhlivan 100 illiyin qeyd olunmasında kimlərin zəhməti varsa hamısına öz təşəkkürümü bildirirəm. Allah hamısının canını sağ eləsin. Və bu onu göstərir ki, Azərbaycanda idman sahəsində fərqi yoxdur, hansı sahə olur olsun. Yəni Azərbaycan hansı sahəsində xidmətlər varsa, xidmətin varsa, xalqın yolunda xidmət eləmisənsə, xalqın qəlbində yaşayırsan və Bahadır Həziyevi xatirələrində yaşatdıqlarına görə mən yenə də bu tədbiri keçirən, bu Bahadır Həziyev yarışını keçirdənlərə, Sumqayıtda yarış elədilər, o yarışları keçirdənlərə, gələn komandalara çox sağ ol deyirəm, təşəkkürümü bildirirəm ki, babamın xatirəsini əziz tutdular. Allah qoysa babamın qoyduğu yolu bizim də arzumuz olur ki, bundan sonra davam elətdirək və gələk bu yurtda yaşayaq. Mən Həziyev Təvəkkül, güləş üzrə Avropa çempionuyam. Mən Bahadır Həziyevin nəticəsiyəm. Bahadır Həziyevi görməsəm də onun oğlu olan Bahadır müəllimim, mənim güləş müəllimim olub. Mənim babam Təvəkkül Həziyev və Bahadır müəllim bu güləşdə çox əziyyət çəkiblər. Onlar rəhmətə gedəndən sonra inşallah bu güləşdə mən onların adını yüksəklərə qaldırmaq üçün nəticələrimi yaxşılaşdıracağam.
Güləş bizim üçün təkcə idman deyil, ailə yadigarımızdır. İnşallah yadigarımızı davam elətdirəcəyik. Allah babana rəhmət eləsin. Babazadə Sitarə, Bahadur Həziyevin, Pəhlivan Bahadurun qızıyam. Atamla çox fəxr edirəm. Harda atamın, qardaşlarımın adını eşidirlər, onların adına yenə də mən onların xeyrini görürəm. Hər yerdə hörmətlə yanaşırlar. Atamı mən balaca yaşımda itirmişəm. Demək olar ki, xatirələrim atamla bağlı çox deyil. Ancaq atamın o dövrdə yaşıdları, tanışları, kim görürsə həmişə atamla bağlı xoş xatirələr danışırlar. Elə atamla da bağlı, qardaşlarımla da bağlı. Deyirlər ki, biz heç vaxt rayona gedəndə birbaşa getməzdik. Bahadur Həziyevin həyətində yeməmiş, içməmiş heç kim rayona getmiş və yaxud oradan qayıtmış olmazdı. Ona görə də belə deyək də atam tək idmanda deyil, həm də rayonun tanınmasında, eyni zamanda rayonda idmanın canlanmasında, rayonda bütün tədbirlərdə fəal iştirak edib. Rayonda o vaxtda keçirilirdi, Sovet dövründə belə tədbirlər keçirilirdi. O vaxt tanınmış müğənnilər olsun, aktyorlar olsun, onların çoxu bu evdə qonaq olublar, çörək kəsiblər. Ona görə də çörəkli insandır deyirdilər. Elə həyatda həqiqətən də insana belə deyək də bu dünyadan rəhmət qalır, bir də xoş anılmaq. Mən elə gəlir ki, atam bunların hər ikisini bu dünyada qazanıbdır. Allah məkanını cənnət eləsin. Allah yerdə qalanlarımıza dəyməsin.